Rusiya Ukraynanın enerji strukturuna geniş miqyaslı hücumlar həyata keçirir. Amma bu fonda da hətta Böyük Vətən müharibəsindən daha uzun çəkən Rusiya-Ukrayna müharibəsi də davam edir. Ümumiyyətlə, müharibədəki gedişat nədən ibarətdir? Sülh istiqamətində addımlar niyə zəifləyib? ABŞ prezidenti Donald Trump'ın Venezuela'ya başı qarışmasından, İrana başı qarışmasından sonra hazırda Rusiya-Ukrayna cəbhəsində vəziyyət necədir? Bunları müzakirə edirik. Studiyada qonağımız var, siyasi şərhçi Məhəmməd Əsədullazadə. Məhəmməd müəllim, salam, xoş gəlmişsiniz. Rusiya-Ukrayna müharibəsi fonunda hazırki mərhələ nədən ibarətdir? Hazırda Rusiya-Ukrayna müharibəsi artıq davam etməkdədir. Cəbhə xəttində demək olar ki, müdafiə döyüşləri gedir. Yəni, Rusiya tərəfi konkret olaraq öz məqsədlərindən geri çəkilmək istəmir. Baxmayaraq ki, ABŞ-la aparılan danışıqlar, Ukrayna-ABŞ danışıqları, hətta Avropa ölkələrdə, xüsusilə Fransada, İtaliyada çalışır ki, Rusiya ilə müəyyən diyaloqa geçsinlər. Amma ötən gün Vladimir Putinin Ukrayna bağlı mövqeyi bir daha aydın oldu ki, Rusiya müharibəni aparır, sülh prosesində maraqlı deyil. Rusiyanın da əsas məqsədi nədir? Tamamilə Donbası Ukraynadan qopartmaq və Ukraynada özünə uyğun satelit hökumət yaratmaqdır. Rusiya istədikləri bundan ibarətdir. Donald Trump bilirsiniz, ötən gün yenə də Volodymyr Zelenskini ittiham edərək sülh müqaviləsinə imza atmamağı da günahlandırdı. Amma mən düşünürəm ki, proses sadəcə olaraq Donald Trump müəyyən qədər Rusiyaya müəyyən qədər reveranslar edir. Bir tərəfdən təzyiq edir, bir tərəfdən də reveranslar edir ki, Rusiya tərəfi danışıqlar masasına geçsin. Amma Donald Trump da görürdü, Ağ Ev administrasiyası da artıq başa düşür ki, konkret olaraq burada Vladimir Putin sülhdə maraqlı deyil. Mən düşünürəm ki, müharibə bir müddətdə bu il ərzində yenə də davam edəcək. Baxmayaraq ki, yenə də sülh təşəbbüslərindən danışırlar, sülh müqaviləsinin daha tez bağlanacağını, əsaslarını deyirlər. Çünki deyilir ki, razılaşdırılıb. Amma hansı bəndlə razılaşdırılıb? Baxın, Rusiya tərəfi Ukraynadan əraziləri tələb edir. Ukrayna tərəfi də buna getməyəcək. Bilirsiniz ki, Rusiya-Ukrayna müharibəsi burada beynəlxalq nizamın formalaşdırılması, Rusiya fövqəli dövlət statusu almağa çalışır bu müharibə ilə. Ona görə də bu müharibənin danışıqlar yolu ilə bitməsi mümkün görünmür. İlk növbədə burada bir tərəf tamamilə hərbi üstünlüyü əl almalıdır və bir tərəfi məğlub etməlidir. Amma görürük ki, burada tamamilə mövqe döyüşləri gedir. Nə Ukrayna üstünlüyü əldə edir, nə də Rusiya. Kupyanskada, Pokrovskada sadəcə olaraq döyüşlər gedir. Bir gün Ukrayna qeyd edir ki, mən Pokrovskada üstünlüyü əldə etmişəm. Rusiya deyir ki, Kupyanskada üstünlüyü əldə etmişəm. Amma indi Washingtonun qeyd etdiniz Venezuelada, İranda proseslərə baş qarışıb. Amma buna baxmayaraq yenidən Amerika Birləşmiş Ştatları prezidentinin xüsusi nümayəndəsi Utkov və Kuşner Moskvaya səfər edəcək. Çünki Floridada Ukrayna və ABŞ arasında aparılan danışıqlarda sülh sənədi 20 bəndli sülh sənədi razılaşdırılıb. Avropada buna razıdır. İndi Rusiya bunu razı olmalıdır. Mən düşünürəm ki, Rusiya yenə də razı olmayacaq. Proses o istiqamətə gələcək ki, Almaniya, Fransa və Böyük Britaniya Ukraynaya qoşun göndərmək məcburiyyətində qalacaqlar. Yəni, proses bu istiqamətdə gedir. İndi bunlar istəklər koalisiyası var idi. Onlar razılaşdılar ki, atəşkəsdən sonra Ukraynaya qoşun göndərə, təhlükəsizlik təminatına orada təmin etsin. Amma proseslər onu göstərir ki, Rusiyanın Ukraynanın bağlı mövqeyi ondan ibarətdir ki, Avropa artıq bu məsələdə daha da tez qərarlar qəbul edəcək, Ukraynaya qoşunlar göndərə bilər. Təbii ki, bu qoşunlar Rusiya ilə aktiv döyüş əməliyyatlarına deyil, digər ərazilərdə yerləşdiriləcək ki, Rusiyanın Ukraynanın içərilərinə növbəti hücum həmləsinin qarşısını alsın. Bilirsiniz, artıq geopolitik bir prosesdə Amerika Birləşmiş Ştatları
öz mövqeyini daha da gücləndirir. Rusiya-Ukrayna müharibəsinə demək olar ki, Rusiya strateji məğlub olub. Rusiyanın fövqəli dövlət statusu alması bundan sonra da mümkün olmayacaq. Donald Trump fikir verir ki, hakimiyyətə gələndə güclü Amerika dedi. Biz Amerikanı yenidən quracaq. Hamı Amerikaya hörmət etməlidir. Birinci, Amerika Birləşmiş Ştatları Qərb yarımkürəsi Monroe doktrinasına qayıtdığını elan etdi. Qərb yarımkürəsində Venezuelanı bilirsiniz ki, oradakı hakimiyyəti dəyişdi, götürdü prezidenti. Orada kimin təsiri vardı? Rusiyanın böyük təsirləri vardı Latin Amerikasında, Çinin və Rusiyanı bu prosesdən uzaqlaşdırdı Qərb yarımkürəsindən. Qrilandiya istiqamətində də Trump siyasət həyata keçirir. Bilirsiniz, bu Rusiya-Ukrayna müharibəsi bütün bu məsələlər zəncirvarıdır. Çünki Rusiya-Ukrayna müharibəsi adi torpaq müharibəsi deyil. İşğal faktoru var, amma ərazi müharibəsi deyil. Bu qlobal geosiyasi mübarizə uğrunda mübarizədir, müharibədir. Bəli. Rusiyanın o qədər ərazisi var ki, aslında ki, heç iqtisadiyyatı gedib çatmayıb, qazı, işığı gedib çatmayıb, insanlar açıq demək lazımdırsa, kəndlərdə acından ölürlər. Yəni, bu ərazi müharibəsi deyil, bunu hər kəs bilir, görür. Siz Donald Trump'ın ritorikasından danışdınız. Donald Trump'ın ritorikası həqiqətən də bir növ fərqlidir, bir növ qəribədir və yaxud da anlaşılan və yaxud da anlaşılmayandır. Söhbət nədən gedir? Zelenski ilə ilk görüşündə Zelenskini qınadı, Zelenskini hansı vəziyyətə, siyasi müstəvidə saldığını hər kəs gördü. Daha sonra isə yenidən Zelenski ilə görüşdü, fərqli ritorika sərgilədi. Vladimir Putinlə danışdı, telefon danışığından sonra bir başqa ritorika çıxdı ortaya. Görüşdən sonra tamamilə bir fərqli səhnə, sonra yenidən Zelenskini ittiham etdi. İndi deyir ki, sanki mən çox yaxşı xatırlayıram, hətta belə bir ifadə işlətmişdi ki, mən elə bilirdim ki, Putinin sözünə inanmaq olar. Və indi də deyir ki, Zelenski o sülh müqaviləsini imzalanmır. Yer gəlmişkən Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Zelenski ilə görüşəcək. İndi bu görüşdən sonra bilmirəm, bəziləri Donald Trump'ı dünyanın ən səmimi prezidenti adlandırırlar. Amma burada fərqli yanaşma da ola bilər. Bu siyasi gediş də ola bilər, ağlına gələni danışmaq da ola bilər və yaxud da böyük liderlərə xas bir siyasət də ola bilər. Mən düşünürəm ki, bu siyasi gedişdir. Donald Trump'ın nə dediyinə yox, nə etdiyinə baxaq. Baxın, Rusiya prezidenti reveranslar edir, amma Rusiyanın kölgə donanmasının ən böyük zərbəni Amerika Birləşmiş Ştatları vurdu. Demək olar ki, Rusiyanın istədiyi nədir? Fövqəli dövlət statusu əldə etmək, amma bilirsiniz ki, Atlantik okeanında Rusiyanın neft tankerini həbs etdi. Baxmayaraq ki, orada Rusiyanın nüvə daşıyan sualtı qayığı vardı, hərbi gəmisi vardı, amma Rusiya buradan susqunluqla çəkildi. Bu Rusiya böyük, Rusiya gəmisinə də zərbə endirdi. Və bu fakt da var ki, Rusiya gəmisi elə Rusiyanın ərazisi deməkdir. Tamamilə doğrudur və burada bir növ Amerika Birləşmiş Ştatları Rusiyaya öz yerini göstərdi və bir daha Amerikanın güclü dövlət olduğunu və bundan sonra Rusiya hər hansı bir fövqəli dövlət statusu tanımayacağını mesajını verdi. Gərək Kreml buradan tamamilə öz hesabını götürməli idi. Nəticədən bu məsələlərdən nəticə çıxarmalıdır. Çünki Ukrayna əgər gəmi ilə bağlı Rusiya Amerikaya hər hansı bir cavab tədbiri görmədisə, Ukrayna məsələsinə də güzəştə getməlidir. Baxın, demək olar ki, Venezuela nefti dünyaya çıxacaq, Rusiya neftinə ciddi sanksiyalar tətbiq olunub, müəyyən bir məbləğ tətbiq olunub, Hindistan almır, Çin müəyyən qədər alır, Avropa ölkələrdə imtina edir. Demək olar ki, Rusiyanın tankerləri bir çox limanlarda qalıb boşaltmağa yer axtarırlar nefti. Kim edib bunu? Amerika prezidenti Donald Trump. Və Rusiya tərəfi Ukrayna ilə bağlı güzəştə getməlidir. Nə etməlidir? Çünki bu danışıqlarda Amerikanın masaya qoyduğu 20 bəndlik sülh bəndinə imza atmalıdır. İndi Kuşneri və Utkov'u növbəti dəfə Moskvaya göndərir. Yenidən Vladimir Putin razılaşmasa, mən düşünürəm ki, Amerika Birləşmiş Ştatları çox ciddi şəkildə sərt tədbirlər həyata keçirəcək Rusiyaya. Trump sözdə reveranslar edir, amma Amerikanın dövlət siyasəti var və Amerika Birləşmiş Trump'ın da qeyd etdiyi şüarlar hamı Amerikaya hörmət etməlidir. Amerika artıq qayıtdı güclü olacaq. Bu Donald Trump'ın şüarı deyil, bu Amerika dövlətinin şüarıdır. Bəli, Donald Trump, bəli, Amerikanın dövlət və beynəlxalq
geosiyasi siyasətini Donald Trump həyata keçirir. O hər şey deyə bilər. Qrinlandiya məsələsi də məhz Amerika Birləşmiş Ştatlarının strateji planındadır və Rusiyanı da zəiflətmək ABŞ-ın strateji planındadır. NATO-nu genişləndirmək. Bu illərlə belə olub. Yer gəlmişkən belə bir ifadə də var idi ki, NATO ilə Amerika arasında seçim. Əlbəttə ki, Amerikanı seçəcək, lazımı seçim gələrsə. Bir məsələyə toxunmağınızı istəyirəm. Baxın, Rusiyanın geosiyasi camiədəki nüfuzundan biraz danışaq. Nüfuz itirilə gedir. Bəli. Biz müharibə gücünün zəifləməsini Belousovun təyin olunandan sonra atılan addımlarda gördük. İqtisadçını Müdafiə naziri qoydu. Amma baxın, Afrikanın regionlarındakı nüfuzun itirilməsi, ordunun çıxarılmasıdır, narası sülh məramlarının çıxarılması, Arktikadakı nüfuzun itirilməsi. Bundan əlavə biz Qrinlandiyadan danışırıq, Venezueladan danışırıq, Çinlə əməkdaşlığın bir növ ləngiməsi və s. İndi də Yaxın Şərq. Yaxın Şərq, düzdür, indi o qəzza proseslərinə Rusiya qarışmır, amma qarışdığı bir yer var idi, İran, bizim qonşumuz. Hazırda İranda nüfuzun itirilməsi Rusiya üçün nə deməkdir? Bu istər rejimin dəyişilməsi ilə də əlaqələndirə bilərik. Rejim dəyişilsə belə Rusiya burada nüfuzunu itirirdi, burada deyəndə İranda və hətta rejim qalsa belə yenə də Trumpın müəyyən sövdələşməsi ilə yenə də Rusiya öz nüfuzunu itirdi. Hazırda İranı itirmək Rusiya üçün nə deməkdir? Təbii ki, bilirsiniz, tamamilə düz qeyd etdiniz. Amerika Birləşmiş Ştatlarının prioritet siyasəti Rusiyanın dünyanın müxtəlif regionlardan çıxarmaqdır. Venezuelada, Suriyada bunu uğurla həyata keçirdi. İndi qalıb İran məsələsi. Çünki Rusiya, İran və Çin bunlar birgə Qərbə qarşı eyni cəbhədə müqavimət göstərirlər və nəzərə alaq ki, hələ ötən il Rusiya və İran arasında qarşılıqlı strateji tərəfdaşlıq haqqında saziş də imzalandı və hərbi vəziyyət olarsa tərəflər bir-birinə kömək edəcək. Hazırda İranda baş verən proseslər, Amerika Birləşmiş Ştatlarının İrana təzyiqləri, yəni göründüyü kimi konfidensial danışıqlar getdir, müəyyən bir razılaşma da əldə olunur. Söz yox ki, mən düşünürəm ki, burada İran hakimiyyətinə məhz Rusiya ilə artıq məsafələr saxlanılması təlimatı verilib. Çünki kifayət qədər İran Rusiyaya hərbi yardımlar edir və digər məsələlərdə kömək edir və təsadüf edildi ki, Xəzər dənizində İranın Rusiyaya silah daşıyan gəmisi də təsadüf nəticəsində qəzaya uğrayıb. Ola bilər ki, İran özü onu qəzaya uğratdı. Çünki Amerika ilə İran arasında aparılan danışıqlarda məhz Amerika təklif edir ki, təbii ki, bu konfidensial danışıqlarda bizim müşahidələrimiz və gəldiyimiz qənaət bundan ibarətdir ki, bəli, İran artıq Rusiyaya məsafə saxlamalıdır və ona görə də Amerika Birləşmiş Ştatları İrana hərbi təzyiqi demək olar ki, növbəti mərhələdə masa üzərindədir və ciddi hərbi təzyiqlər etmədi, danışıqlar gedir. Artıq Rusiyanın İran da əlindən çıxarsa Rusiya təşkilənir və növbəti mərhələdə ABŞ və Çin arasında bu müstəvidə də danışıqlar gedəcək. Demək olar ki, Rusiya regional güc idi və beynəlxalq gücə can atırdı Ukrayna müharibəsində. Artıq Yaxın Şərqdən də tamamilə çıxarıldır. İran əlindən çıxır. Təbii ki, İran hakimiyyəti də artıq Rusiyaya etimad eləmir. Çünki əldə olunan razılaşmalara İran tərəfi dəfələrlə qeyd edib ki, Rusiya əməl etmir. Bu müharibədə də 12 günlük müharibəsində də Rusiya İrana real kömək etmədi. Müharibədən sonra bir neçə qırıcı raket verə bilərdi, amma bu həll edici deyildi. Amerikanın İrana hücum müstəvisində İran özü müdafiə etsin. Hazırki mərhələdə də Amerikanın demək olar ki, qoşun növləri İran ətrafına mühasir alanda Moskvada yenə də susqunluq nümayiş olundu və təbii ki, Tehran rejimi bundan narahat idi. Rusiyaya qəti şəkildə etimad etmirdi. Hətta Xamneyinin qaçış məsələsində Rusiya variantını üzərindən də xətt çəkmişlər. Türkiyə gedə bilərdi və yaxud Çinə gedə bilərdi. Bu məsələlər var idi. Ən çox adı çəkilən Beyrut və Moskva idi, amma heç bir
variant müzakirə predmeti olmadı. Türkiyə daha real idi. Türkiyə daha real idi. Çünki həqiqətən də Türkiyə bu məsələdə Rusiyadan daha çox İranın yanında oldu. Çünki Amerika Birləşmiş Ştatları İrana qarşı hərbi müdaxiləsindən çəkindirmək istiqamətində Vaşinqtonla çox ciddi danışıqlar apardı. Bu məsələdə İran rejimi Türkiyə minnətdar olmalıdır. Çünki onların həyatda qalması, bu günləri çıxıb bəyanatlar verməsi Türkiyənin rolu burada müstəsna xarakter daşıyır. Rusiya demək olar ki, regional gücdən tamamilə adi dövlət statusu alacaq. Mən bunu əminliklə deyirəm. Amerika Birləşmiş Ştatlarının apardığı siyasət bundan asılıdır və demək olar ki, Rusiya, İran, Çin oxuna böyük zərbə vurdu Amerika Birləşmiş Ştatları. İndi Rusiya daxili problem, növbəti mərhələdə Rusiyanın daxili problemlərə çəkəcək. Rus-Ukrayna müharibəsində onsuz bataqlıqdadır. İran əldən çıxıb, bundan sonra İran Rusiyaya ciddi hərbi köməklər etməyəcək, müəyyən ballistik raketləri var idi, dronlar var idi və Ukrayna cəbhəsində də Ukraynanın dağıdılmasında, infrastrukturun məhv olunmasında da İranın hərbi rolu burada danılmazdır. Bilirsiniz ki, PUA-lar, şahid PUA-ları məhz İran tərəfindən Rusiyaya verildi. Bunu da Qərb yaxından diqqətlə izləyirdi və bunun da cəzasını təbii ki, İran hakimiyyəti Ursula von der Leyen dedi ki, yeni sanksiyalar tətbiq olunacaq. Sanksiyalar təbii ki, tətbiq olunula bilər. Amma burada artıq ABŞ-Tehran razılaşması varsa, bu sadəcə olaraq bəyanatda, yəni gözləmə mövqeyindədirlər. Çünki bu sanksiyaları Ursula von der Leyen bəyan edir və Tehran rejiminin bundan sonra hansı addım atacağını onlar baxacaqlar. Əgər Amerika ilə, Qərblə bunlar danışıqlara gedəcəksə, nüvə məsələsindən imtina etmə və Rusiya ilə məsafə saxlamaq, Qərblə real əməkdaşlıq, öz proksi qüvvələrini İran dəstəkləməyəcəksə və bu siyasətdən əl çəkəcəksə, təbii ki, Avropa İttifaqı sanksiyalar tətbiq etməyəcək. Amerikada getdikcə bu sanksiyalarda aradan qaldırılacaq və rejimin dəyişməsində İranda mən düşünürəm ki, Amerika Birləşmiş Ştatları İranda struktur islahatların keçirilməsini çalışır. Struktur islahatlarının da keçirilməsi nədir? Vilayət fəqih sistemi, ali dini rəhbər tamamilə səlahiyyətlərini verir mülkiyə, prezidentə və sadəcə olaraq oradan heç bir səlahiyyəti olmayan fiqur ola bilir. Bəli, kostyumlu, pəncərli bir şəxs əyləşəcək. İran bu məsələ ilə də razılaşar. Çünki etirazlar, çox ciddi şəkildə sanksiyalar fundamental, bəli, 10-20 min civarında deyil. İndi orada əslində bu da bir növ, misal üçün 12 min insanın qətlə yetirildiyi deyilir. 12 min rəqəmi kifayət qədər böyük rəqəmdir. Ümid edirik ki, belə deyil, amma biraz da real rəqəmlərə də bənzəmir. Düzdür, var video görüntülər, əksər hallarda təkrarlanır və çox vaxtda bu süni intellektlə hazırlanmış videolar olur. Daha sonra informasiya yayılanda belə çıxır ortaya. Bir məsələyə toxunmanızı istəyirəm. Baxın, misal üçün indi İrandan deyirlər ki, nüvədən imtina et. Vaxtilə bu Ukraynadan istənildi. İndi Ukrayna meydanda tək qalıb. Nə qədər də Qərb kömək eləsə, Amerika kömək eləsə, amma müharibə aparan Ukraynadır və əskərlərini, xalqını itirən də Ukraynadır. Bu ssenari İranda da təkrarlanma ehtimalı olduğu üçünmü bu qədər uzun çəkir, bu qədər dirəniş göstərilir? Və hazırda, misal üçün, mən belə bir xəbərdə oxudum ki, ola bilər ki, 50 ildən sonra Ukrayna kimi bir dövlət olmasın, sövdələşməyə gedərək, müəyyən illər çərçivəsində işğal edərək yavaş-yavaş bu bir növ Rusiyanın koloniyasına çevrilsin. Təbii ki, bilirsiniz, bu tarixə baxanda müəyyən tarixi periodda bir çox dövlətlər sıradan çıxır, müəyyən dövlətlər meydana gəlir, hər şey ola bilər. Məhz İran nüvə silahı indiki dini rejimin siyasəti deyil ki, bu hələ Pəhləvilər dövründə İran nüvə silahı əldə etmək istiqamətində siyasət aparırdı, yaxın şərq siyasətini həyata keçirirdi. Bu İranın ənənəvi siyasəti olub və hazırda da bu siyasət əgər növbəti əgər İranda növbəti sistem hakimiyyətə gələrsə, bu Qərblə əməkdaşlıq edəcəksə, yəni də bunlar öz yaxın şərq siyasətindən, nüvə ambisiyalarına əl çəkməyəcəklər. Mən sizə əminliklə deyirəm ki, əgər Amerika ilə İran bir çox məsələlərdə razılaşarsa, İran struktur islahatlara gedərsə, tamamilə səlahiyyətlə prezidentdə olarsa, İran dinc yolla atom elektrik stansiyası tikintisini Amerika özü
həyata keçirəcək. Rusiya yox, Amerika Birləşmiş Ştatları İrana da icazə verəcəklər ki, dinc məqsədlər üçün atom elektrik stansiyaları teşkil. Amma Rusiya şirkətləri yox, qərb şirkətləri. Bu proses də mən düşünürəm ki, istisna etmək olmaz. Çünki hazırki mərhələdə İranda bu böhran dövrdə hətta deyilirdi ki, məsələn 2 saatdan sonra, 3 saatdan sonra Amerika Tehrana zərbələr endirəcək. Amma gördük ki, danışıqlar getdi, müəyyən razılaşmalar əldə olundu. Təbii ki, burada dediyim kimi Türkiyə, Səudiyyə Ərəbistanı, Oman və qonşu ölkələrin bu məsələdə çox ciddi İrana dəstək olub, müharibədən yayındırdılar Donald Trumpı. Amma bu siyasətdir, hər şey ola bilər. Əgər İran qərblə danışıqlara gedəcəksə, təbii ki, bu məsələdə bir çox məsələlərlə nüvə məsələsi də İranla razılaşacaq. İran əl çəkməyəcək nüvə məsələsindən. Dediyiniz kimi, İran nüvə silahına bir növ özünün qalıcı bir qarantiyası kimi baxır. Dünya dəyişir, yeni siyasi nizam, Ukrayna təcrübəsi var, yeni dünya siyasi nizamı qurulur və dövlətlərin yaşaması üçün müəyyən bir qarant olmalıdır. O qarant da hazırda nüvə silahıdır, nüvə silahında alternativi hələ ki yoxdur. Ona görə də İran bu məsələdə ola bilər, danışıqlara gedəcək, bir müddət imtina edə bilər, amma müəyyən vaxtdan sonra yenidən bu məsələlər müzakirə olunacaq. Amma təbii ki, əsas məsələ burada bizim regionun, Azərbaycanımızın güclənməsidir. Azərbaycana hər hansı bir təzyiqlərin neytrallaşdırılmasıdır. Bu müstəvidə də mən düşünürəm ki, Azərbaycan da növbəti mərhələdə öz nüvə məsələsinə də baxmalıdır. Çünki dünya dəyişir. Dünya dəyişir, güclü olmaq lazımdır, böyümək lazımdır və yoxdur. Bəli, təşəkkür edirəm. Mən təşəkkür edirəm. Çox sağ olun, suallarımızı cavablandırdınız və studiyada qonağım siyasi şərhçi Məhəmməd Əsədulzadə idi və biz onunla birlikdə Rusiya-Ukrayna müharibəsini danışdıq. Amma Rusiya-Ukrayna müharibəsinin prosesləri o qədər böyüyüb ki, o qədər genişlənib ki, həm də region məsələlərinə toxunduq və Amerika Birləşmiş Ştatlarının həyata keçirdiyi siyasəti də müzakirə etdik. Ümid edirik ki, tez bir zamanda bu 4 ildən çox davam edən müharibə bitər. Və biz ayrılan vaxt da başa çatdı və bazar ertəsi artıq görüşəcəyik. Xoş həftə sonu arzu edirik. Hələlik.